2021-ci ilin avqustundan 2025-ci ilin avqustuna qədər Rusiyalı turistlər üçün Türkiyəyə tətil səfərlərinin qiyməti 3 dəfədən çox artıb. Yanavaz.com xəbər verir ki, bu barədə məlumat Akranın araşdırmasında yer alıb. Analitiklərin qənaətinə görə bahalaşma səviyyəsinə görə Türkiyə səfərləri Росстат tərəfindən izlənən bütün mal və xidmətlər arasında birinci yerdədir. Araşdırmaya əsasən hazırda Türkiyəyə istirahət səfərinin orta qiyməti 88 min rubl təşkil edir. Bu məbləğin təxminən 25%-i ev sahibi tərəfindən göstərilən xidmətlərə, 30% uçuş xərclərinə, 40%-dən çoxu isə agentlik mükafatları və digər amillərə daxildir. 2021-ci ilin avqustunda uçuşlar istisna olmaqla Türkiyədə tətilin orta dəyəri 14.700 rubl olub. 2025-ci ilin avqustuna gəldikdə isə bu rəqəm 63.000 rubla çatıb. Beləliklə, uçuşlar istisna olmaqla səfər xərclərinin ümumi tur qiymətindəki payı 41%-dən 72%-ə qədər artıb. Akra ekspertləri bildiriblər ki, 2021-2024-cü illər arasında Türkiyəyə uçuş qiymətləri 48% artıb. Bu artım əsasən aviasiya yanacağının bahalaşması ilə əlaqələndirilir. Xüsusilə 2023-cü ilin noyabrından 2025-ci ilin martına qədər Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasında təyyarə yanacağının indeksi son 4 ilin ən yüksək səviyyəsinə yüksəlib. Araşdırmada qeyd olunur ki, rublun dollar qarşısında məzənnəsi, nəqliyyat xərcləri, agentlik mükafatları və Türkiyədə qiymət artımı tur qiymətlərinə təsir edən əsas amillərdir. Bundan əlavə 2022-ci ildə rus turistləri üçün alternativ istiqamətlərin azalması da Türkiyə bazarında qiymətlərin yüksəlməsinə səbəb olub.